وتلدغكم نفس الأفعى من نفس الجحر في المرات كلها. أفيقوا يا نيام، أفيقوا يا موتى. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahumme salli ala Muhammedin ve ali Muhammed. Ələimmə vəl mehdinə və səllim təslimə. Assalamu aleykum və rəhmətullahi və barakatuh. Əziz Əhmədi Sülh və Nur dini izləyicilər, bizim verilişimizə xoş gəlmisiniz. Salam Nicat qardaş, sizə xoş gəlmisiniz. Buyurun. Əleyhissalam Məhəmməd ağa qardaşım, mən də sizi və izləyiciləri salamlayıram. Belə deyim, ümid edirik ki, bugünkü verilişimiz çox faydalı veriliş olacaq. Çünki çox əhəmiyyətli bir məsələ ilə bağlı biz bu günləri bir veriliş çəkəcəyik. Bəli, bildiyimiz kimi, əziz bizi izləyənlər, YouTube-da Elvin Əzimov adlı bir şəxs Əhmədi Sülh və Nur dini haqqında bir neçə video çəkib, yəni silsilə videolardır. Bu hansı ki, Əhmədi Sülh və Nur dini haqqında bir neçə iddialar edib, bir neçə belə deyək, yalan məlumatlar qeyd edib. Biz onlardan birincisinə bugün inşallah cavab videosu çəkəcəyik və orada nələri yalandan dediyini, nələri belə deyək ki, məlumatsız olaraq bildirdiyini və bizim adımıza hansı əsassız iddialar etdiyini inşallah sizlərə təqdim edəcəyik və ondan sonra da artıq bizim öz mövqeyimizi ortaya qoyacaq və bunda təbii ki, inşallah dəlillərlə qeyd edəcək ki, sizin üçün də məsələ daha aydın olsun. Mən istəyərdim Nicat qardaş, birlikdə gəlin, həm sizinlə birlikdə, həmçində bizi izləyənlərlə birlikdə həmin o videoya nəzər salaq və baxaq görək ki, Elvin Əzimov həmin o təxminən 10 dəqiqəlik videosunda bizim haqqımızda nələr deyib. Bəli. Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahumma salli ala Muhammed və ali Muhammed. Selamun aleykum və rəhmətullah əziz dostlar. Hər vaxtınız xeyir olsun. İnşallah bugündən etibarən yeni bir mövzu ilə siz əzizlərin xidmətində olacaq. Bu mövzu çox aktual mövzudur. Azərbaycandan dəfələrlə bu barədə danışmağımızı istəyiblər, suallar veriblər və Azərbaycanda gün-günə bu düşüncə cərəyanı çoxalır və həqiqətən ortada bir şey olmasa da, yəni sözləri olmasa da, amma o bir misal var, deyir ki, milçək bir şey olmasa da ürək bulandırır. Bunlar da bu işləri görürlər, Azərbaycanda artmağa başlayıblar, sosial şəbəkələrdə fəaliyyət göstərirlər. Kimdir bunlar? Yəmanilərdir. İnşallah biz Yəmanilər barəsində danışacaq. Təbii ki, onlar Azərbaycanda olanlar məxsusən özlərini Yəmani adlandırmırlar. Özlərini Məhdinin davamçısı adlandırırlar. Məhdiyə tabi olan, onlara görə artıq İmam Zaman zuhur eləyib və əlbəttə o 12-ci imam ki, bizim etiqadımız var, o 12-ci imam zuhur eləyib dünyasını dəyişib. Ondan sonra isə 12 dənə digər imam gələcək, Məhdi gələcək. İnşallah bu hədislərə işarə eləyəcəyik. Və ikinci Məhdi də Abdullah Haşimdir və Azərbaycanda olan bu Yəmanilər ki, biz onlara Yəmani deyirik, onlar özlərini Abdullah Haşimə beyət edən kimi tanıtdırırlar. Abdullah Haşimin sosial şəbəkələrdə fəaliyyətləri var, ingilis dilində və ərəb dilində fəaliyyət göstərir. Və bəzi kitabları var, bunlar da o kitabları oxuyurlar, Azərbaycanda yayırlar. Əlbəttə, yeni başlayıblar Azərbaycanda fəaliyyətə, işarə eləyəcəyik, bunların əsas fəaliyyəti Nəcəfdədir. Orada xüsusi mədrəsələri var, xüsusi hətta iqtisadi baxımdan büdcələri var, yəni siyasi bir cərəyandır bu cərəyan. Geniş şəkildə Nəcəfdə yayılıb, İranda da var, Azərbaycanda da yayılmağa başlayır və Qərb dünyasında da bəzi ölkələrdə fəaliyyət göstərirlər. Bunların barəsində danışmazdan öncə, əlbəttə biz istəyirik tarixçəsinə işarə eləyək qısa şəkildə və daha sonra şəxsiyyətlərinə, hansı nümayəndələri var, hansı dünyasını dəyişib. Məsələn, Abdullah Haşim ki, Azərbaycanda onu ikinci Məhdi bilirlər. Birinci Məhdi Əhməd İsmail idi, o Yəmani iddiasını eləyən ki, dünyasını dəyişib, bəziləri deyirlər, nə bilim, qeybət çəkilib, indi ixtilaf var aralarında. Abdullah Haşimi ikinci Məhdi bilirlər. Biz istəyirik bunların barəsində
tarixçəsi barəsində, ideologiyaları barəsində, nə bilim qolları barəsində, özləri neçə dənə qola bölünürlər, bəzən bir-birlərini qəbul etmirlər barəsində danışaq. Daha sonra isə keçək bunların 3 dənə deyək biz ki bölürük bütün dini 3 hissəyə: etiqad, əxlaq, əhkam. Əsasən onların etiqadları barəsində danışaq. Etiqadları nədir və məsələn bəzən rəzət barəsində, nə bilim, digər etiqadları, xüsusilə yuxu barəsində, yuxunun hüccət olması barəsində rəvayətlərə istinad edirlər və həmçinin onların əhkamı barəsində, məsələn, deyək ki, bəzi fiqhi məsələlər var, icazə verirlər, olar, olmaz. Bunlar barəsində əsasən yenə də deyirəm, biz etiqada önəm verəcəyik, amma bəzi əhkamlarına da toxunacaq. Məsələn, onların etiqadına əsasən Qurani-Kərim təhrif olunub. Bu barədə danışacaq Allahın izni ilə. Bir məsələyə toxunum qısa şəkildə, bunun üzərindən keçək, ondan sonra əsas mövzumuza daxil olaq. Bunların yaranmasında əsas hədəf hövzəni dağıtmaq olub. İslam şiələrini, yəni alimlərini, şia alimlərini məhv etmək olub və hətta bunlar neçə dəfə Nəcəfdə səy ediblər, bütün şiələri terror etsinlər, bir dəfə bu işə əl atıblar, amma müvəffəq olmayıblar. Yəni bunların qurulma məqsədi şiələri vurmaqdır. Onlar şia alimlərini, mərci təqlidləri vururlar və hətta onlar deyirlər, bunlar ölməlidir və təqlidi də qəbul etmirlər təbii ki. Digər məsələlər, yəni siz baxsanız görərsiniz ki, bunlar siyasi bir cərəyandır və Abdullah Haşim özü də Siyonistlərin bir qolu var, inşallah işarə edəcək, onun nümayəndəsidir Abdullah Haşim. Mən istəyirəm ilk öncə Yəmani sözündən başlayam. Yəmani nə deməkdir? Bugünkü verilişimizdə onun barəsində danışacaq, nə qədər imkan var. Daha sonra isə Əhməd İsmail ki, bu Yəmaniliyin bünövrəsini qoydu. Təbii ki, əvvəllər də olub, Yəmani iddiasında olanlar çox olub. Lakin bir növ cərəyan formasını özünə aldı və ətrafında insanlar toplandı, hətta onların təşkilatları oldu. Bu Əhməd İsmaildən sonra baş verdi. Onun barəsində danışacaq və ondan sonra digər bu Yəmanilərin nümayəndələri barəsində. Belə qardaşım, Bəli. hardasa 6 dəqiqəyə yaxın danışdı. Bu müddət ərzində danışdığı və bildirdiyi fikirlərin heç bir əsası yoxdur. Bu dediyi fikirlərin əksəriyyəti yalan məlumatlardır ki, biz verilişin sonunda bu məsələlərə toxunacağıq. Çünki hazırda sadəcə öz düşüncələrini və yaxud da ki, sağdan, soldan eşitdiyi məlumatları yarım-yarımçıq, nə bilim, səhv şəkildə bilərəkdən və ya bilməyərəkdən insanlara təqdim eləyir. Bizim adımızdan və bizim düşüncəmiz kimi insanlara təqdim eləyir. Biz verilişin sonunda bu nöqtəyə yenidən qayıdacağıq və bununla bağlı öz fikirlərimizi bildirəcəyik. İndi isə videonu davam elətdirək. Mən sadəcə istəmədim bu hissəni kəsək. İnsanlar deməsinlər ki, biz onun videosundan nəsə kəsib cavab veririk. Videonu olduğu kimi hansı formada çəkib, hansı nöqtədən başlayıb, hansı nöqtədə bitib, o şəkildə insanlara təqdim eləyəcəyik. Və bunlara da verilişin sonunda hazırda bildirdiyi fikirlərə inşallah öz fikirlərimizi bildirəcəyik. İndi isə videonu davam elətdirirəm. Yəmani bilirsiniz, ərəb dilində bu söz ki istifadə olunur, mənası Yəmənə məxsus, yəni Yəmənli. Yəmən ölkəsindən olan bir şəxs. Yəməndəki bilirsiniz də, xəritəyə baxsaz görərsiniz, Qırmızı dənizdir, Umman dənizidir, onun ətrafında yerləşir. Bir dənə ölkədir. Belə Məmməd ağa qardaşım, deməli bu kəs Yəmanini tərif eləməyə çalışır və bildirir ki, Yəmani Yəməndən çıxan birinə deyirlər. Halbuki bu Elvin Əzimovun öz şəxsi düşüncəsidir, fikridir. Bu Əhl-i Beyt əleyhissalam tərəfindən hədislərdə zikr edilmiş və öz təsdiqini tapmış bir məsələ deyil. Ona görə gəlin bir yerdə Yəmani kökünü, Yəmani sözünün kökünü biz xırdalayaq. Görək ki, Yəmani ərəb dilindən tərcümədə nə deməkdir?
Bəli. Çox gözəl dediniz Nicat qardaş. Qısaca burada izləyicilərə bunu da deyək ki, biz sonda inşallah videonun sonunda Yəmani, Ali Muhammedin Yəmanisi haqqında Əhl-i-Beyt əleyhissalamdan hədis zikr edəcəyik. Onun sifətləri, Yəmani necə bir sifətə, obraza sahibdir, kimdir, nəçidir. Bu barədə biz hədis zikr edəcəyik, amma qısaca olaraq deyək ki, Yəmani Ali Muhammeddən olan bir şəxsdir ki, o insanlara hidayət edən, bayrağı ilə hidayət edən bir şəxsdir. Amma videoda da gördüyünüz kimi Elvin Əzimov deyir ki, Yəmani Yəmənli deməkdir. Yəmən də bir ölkədir. Güya Yəməndən çıxan şəxsə nə deyilir? Yəmani deyilir. Bu Elvin Əzimovun iddiasıdır. Amma gəlin baxaq görək ki, Yəmani sözü əslində nə deməkdir? Yəmani sözü bildiyiniz kimi sağ əl, sağ tərəf mənasını verən bir termindir və Yəmani sözü yə, mim, əlif və nun hərfləri ilə yazılır və sözün özü də sağ əl, sağ tərəf, bəzən də uğur, bərəkət mənasını verən yəmin və ya yumun sözündən gəlir. Amma Elvin Əzimov isə bunu Yəmani sözünü Yəmən ölkəsinə bağlayır. Bunu da hansı əsasla bağlayır? Onu da bilmirik. Təbii ki, öz düşüncələridir, öz fikirləridir ki, buna dəlil gətirməlidir. Bundan əlavə biz Yəmaninin ona görə belə deyək, Əhl-i-Beyt əleyhissalamın sağ əli, İmam Mehdi əleyhissalamın sağ əli, hidayət bayrağının sahibi olduğunu bildiririk ki, çünki bu barədə hədislər var. Yəmani haqqında, Yəmaninin sifətini açıqlayanda biz buna şahid oluruq ki, nə üçün məhz həmin o şəxsə Əhl-i-Beyt əleyhissalam Yəmanidir. Amma buradan isə baxıb görürük ki, Elvin Əzimov Yəmanini sadəcə Yəməndən çıxan bir şəxs kimi qeyd edib və bunun da heç bir əsası yoxdur. Məncə Nicat qardaş, buradan davam edək inşallah növbəti dəqiqələrdən. Qardaşım, dediyiniz kimi əslində biz videonun gələcək dəqiqələrində də şahid olacağıq ki, əslində Elvin Əzimov hədislərdən daha çox öz düşüncələrini deyir, öz şərhlərini verir, hədisləri təhrif edir və öz düşüncələri sanki haqmış kimi insanlara bu düşüncələri təbliğ eləyir. Ona görə Yəmani əslində Yəməndən çıxan biri demək deyil. Yəmani sağ tərəf, sağ əl mənasındadır ki, o da 12-ci imamın Muhammed bin Həsən Əskəri əleyhissalamın sağ əlidir. Yəni onun köməkçisidir. Bu mənada onu Yəmani adlandırıblar. Davam eləyək indi. Hədislərə əsasən mən inşallah oxuyacağım hədisləri. Bu hədislər mötəbər hədis kimi sayılır və hətta Əhl-i Sünnənin mötəbər mənbələrində də var. Buxaridə var, Müslimdə var, Əhməd ibn Həmbəlin kitablarında və digər kitablarda da gəlib bu. Hətta bir dənə hədisdə açıq aydın şəkildə gəlib. Mən inşallah ona da vaxt olsa işarə eləyərəm. Ya bu verilişimizdə, ya növbəti verilişimizdə. Deməli, mən oxuyuram, 2 dənə hədis oxuyuram. Bir Şeyx Səduqun kitablarından oxuyuram Əl-Qeybət. Çünki bizim bəhslərimiz elə rəvayət olacaq, ayə olacaq. Çünki bunlar dindaxili bir cərəyandır. Yəni dinin daxilindən çıxır və bunlar hədisləri istinad edirlər. Özlərini əsl şiə adlandırırlar, əsl İmam Zamanın davamçısı adlandırırlar, əsl Əli əleyhissalamın tərəfdarı adlandırırlar. Mən oxuyuram bu hədisi. Birinci hədis Qeybət kitabındadır, Əl-Qeybə kitabında Şeyx Səduqun. Orada gəlib deyir ki, Ən-nidəu minəl məhdum. Neçə dənə İmam Zamanın zuhurunun qəti əlaməti var. Yəni bu əlamətlər olsa İmam Zaman ağa 100% zuhur eləyəcək. Birinci əlaməti budur ki, səs gələcək, göydən səs gələcək. Deyir, minəl məhdum, yəni qəti əlamətlərdəndir. Və Sufyani də birisi Sufyan olacaq, bir nəfər çıxacaq. O da deyir ki, qəti əlamətlərdəndir. Vəli Yəmani, Yəmani də qətidir, yəni Yəmənli bir şəxsin çıxmağı. Bu Yəmani kimdir? Xüsusiyyətləri nədir? İşarə eləyəcək inşallah ki, hətta biz tətbiq eləsək Əhməd İsmail'ə bu tətbiq olunmur. Çünki hədislərdə açıq aydın şəkildə deyib onun xüsusiyyətləri hardan çıxacaq, necə olacaq. Və qətlun nəfsi zəkiyyə, o zəkiyyə nəfsin öldürülməsi və kəffun yətla'u minəs-səma minəl məhdum ki, Mədinədən deyir Məkkə arasında bir yerin çökməsi, bunlar qəti əlamətlərdəndir. Şeyx Səduq da bunu gətirib səhifə 252. Belə hazırda ikinci belə deyim hədisə keçirdi deyə mən videonu saxladım. Bəli.
İnşallah Məmməd ağa qardaşım, bu video haqqında, bu hədis haqqında biz tamaşaçılarımıza danışaq, bu hədisi izah eləyək. Çünki ümumiyyətlə Elvin Əzimov sözə başlayarkən bir yanlışa yol verir, bir xətaya yol verir. Çünki Şeyx Səduqun Əl-Qeybə adlı bir kitabı ümumiyyətlə yoxdur. Ancaq Elvin Əzimov deyir ki, Şeyx Səduqun Əl-Qeybə adlı kitabında bu cür hədis keçib. Ola bilsin ki, Tusinin Əl-Qeybə kitabından demək istəyir. İndi çaşıbmı, yanlışa yol veribmi? Hər halda Şeyx Səduqun belə bir kitabı yoxdur və oxuduğu hədis belə bir kitabda yoxdur. Çünki belə bir kitab özü mövcud deyil. Hədisin özünü də oxuyarkən yanlışlara yol verir. İndi siz inşallah hədisi həm ərəbcə oxuyun, həm də Azərbaycanca oxuyun və biz ondan sonra hədisin üzərində hədisdə nələr keçib bu məsələlərə toxunaq və Elvin Əzimov harda səhv elədi, harda yanlışa yol verdi, onu da biz izləyicilərimizə, tamaşaçılarımıza çatdıraq. Bəli, Nicat qardaş, beləcə hədisin özünə nəzər salaq. Hədis Şeyx Tusinin Əl-Qeybə adlı kitabında keçir. 426 nömrəli hədis olaraq qeyd olunub. Hədisdə bildirilir ki, Əbu Abdullah əleyhissalam qal, xəmsun qablı qiyamil qaim min əl-əlamət, əs-seyhatu və sufyani vəl-xəsfu bil-beylə və xurucul yamani və qətlun nəfs-i zəkiyyə. Hədisdə İmam Sadiq əleyhissalam buyurur ki, qaim qiyam etməzdən öncə 5 əlamət baş verəcək. 5 əlamət olacaq. Səmadan səs, Süfyani, Beyda çölündə batma, Yamaninin xurucu və Nəfs-i Zəkiyyənin qətli. Bir də qeyd edim ki, Şeyx Tusinin Əl-Qeybə adlı kitabında 426 nömrəli hədis olaraq qeyd olunur. Bəli, Məmməd ağa qardaşım, gördüyünüz kimi izləyicilərimiz, bizi tamaşaçılarımız həmin bu hədisdə deyir ki, qaimin qiyamından öncə 5 əlamət baş verəcək. Yəni, hədisin tərkibində, hədisin mətnində zuhurdan öncə 5 əlamət olacaq deyə keçmir. Hədis deyir ki, qaimin qiyamından öncə 5 əlamət olacaq. Və o 5 əlaməti sadalayır. Ümumiyyətlə, belə deyim, Elvin Əzimov bu hədisi niyə qeyd eləyir? Burası da müəmmalıdır. Çünki hədisin tərkibində bildiyiniz kimi 5 əlamətdən danışır ki, biz zaten o 5 əlaməti inkar eləmirik və o əlamətlərdən biri də Yamanidir ki, biz zaten Yamaninin artıq gəldiyini, Yamaninin artıq ortaya çıxdığını belə deyim, bütün dünyaya bəyan eləyirik ki, bəli, Yamani artıq gəlibdir. Yəni, bu hədis əslində bizim dediklərimizi gücləndirən bir hədisdir. Və Elvin Əzimov hədisi oxuyandan sonra Yamaninin xurucu məsələsindən sonra deyir ki, Yamani, yəni Yəməndən çıxan biri. Bu hədisin tərkib hissəsi deyil. Ümumiyyətlə, yenə öz əvvəlki düşüncəsini sanki hədisin tərkib hissəsidirmiş kimi insanlara təqdim eləyir. Və bu da çox böyük xətadır, çox böyük yanlışdır. Hədisdə nə yazılıbsa, hədisi o formada oxumaq lazımdır. İnsanları çaşdırmaq lazım deyil. Və ondan sonra da əlavə eləyir ki, bu əlamətlər zaten Əhməd Əl-Həsən əleyhissalama uymur. Bu hədisdə hansı əlamətdən belə deyim danışılır və hansı əlamətin Əhməd Əl-Həsən əleyhissalama uymaması ümumiyyətlə hədisdə yoxdur və bu da onun sadəcə öz düşüncəsidir ki, yenə həmin belə deyim xətanı, həmin səhvi eləyir ki, deyir ki, bunlar Əhməd Əl-Həsən əleyhissalama uymur. Halbuki hədisdə heç bir əlamətdən, heç bir belə deyim Yəni, İmam Əhməd əleyhissalama uymamazlıqdan söhbət getmir. Bəli, yəni ümumiyyətlə hədisdə Yamanini təsvir eləyəcək heç bir sifət qeyd edilməyibdir. Hədis sadəcə Yamaninin xurucundan danışır ki, Yamani xuruc eləyəcək. Bu da qaimin qiyam əlamətlərindən biridir. Onu da zuhurun əlaməti kimi oxuyur və yanlışa yol verir. Eynən. Bəli, davam eləyək, görək ki, ardınca nə deyir? Və Kəmal-ü-Dümmə Tamam-ı Ni'mə kitabında da bu məsələyə elə işarə edib ki, və innə min əlamati xurucihi xurucu Süfyani minəş-Şam. Süfyanın Şamdan çıxmasıdır. Həzrət Məhdinin zuhurunun əlamətləri və xurucul Yamani, Yamaninin də Yəməndən çıxmasıdır. Və gördüyümüz kimi Nicat qardaş, burada da Elvin Əzimov hədis deyir, mənbəsini qeyd eləmir. Amma bildiyimiz kimi İmam Mehdi əleyhissalamın zuhuru haqqında 5 qəti əlamət
qeyd olunmayıb. Çünki ümumiyyətlə 5 qəti əlamət İmam Mehdi əleyhissalamın və ya qaimin qiyamı haqqında qeyd olunub, amma Elvin Əzimov burada da nə hədis mənbəsi qeyd eləmir, üstəlik də ki 5 qəti əlaməti belə deyək, dolayısı yolla Mehdinin və İmam Zaman əleyhissalamın zuhuruna bağlayır. Və hətta belə deyim mənim qardaşım, ərəbcə bilənlər heç ərəbcə bilməyə ehtiyac da yoxdur. Azərbaycanca bilənlər də bilir ki, hədisi özü oxuyanda deyir yaxrucul yəmani. Yəni yəmaninin xurucu. Bunu bu cür tərcümə eləyir ki, yəmaninin Yəməndən çıxması. Bəli. Yəni orada minəl Yəmən kəlməsi keçmir. Ərəb dilində bu ibarə, bu ifadə keçmir və özü də bunu oxumur. Ümumiyyətlə hədisi hansı səhifə belə deyim, kitabın hansı səhifəsindədir, hansı nömrəli hədisdir, bunu qeyd eləmir. Deyir ki, Kəmaluddin kitabında bu hədis keçib və özü ərəbcə oxuyur. Ərəbcə oxuduğunu doğru şəkildə tərcümə eləmir. Yaxrucul yəmanini Yəmaninin Yəməndən çıxması kimi belə deyim, tərcümə eləyir və yenə əvvəlki xətalarına yol verir. Bax, birinci hədisdə də Yəmanidən bəhs eləyərkən deyir Yəmani, yəni Yəməndən çıxacaq. İkinci hədisdə də Yəmaninin xurucu, yaxrucul yəmanini Yəmaninin Yəməndən çıxması kimi tərcümə eləyir və insanlara çatdırır. Və insanları dolayı yolla aldadır. İnsanların şuuraltısına təsir eləyir. İnsanlar düşünürlər ki, əslində Yəmaninin Yəməndən çıxması hədisin tərkib hissəsidir. Və bu formada bilərəkdən insanları aldadır. Bax, ona görə biz deyirik ki, əməlsiz alimlər çox təhlükəlidirlər. Və əməlsiz alimlər insanların dinlərini əllərindən alırlar. İnşallah davam eləyək. Çünki hazırda 2 hədis dedi, 2 hədis qeyd elədi. Hər 2 qeyd elədiyi hədis, belə deyim, yanlış oxudu, yanlış tərcümə elədi və mövzuya aidiyyatı olmadan bu hədisləri zikr eləyir. Çünki bu hədislər əslində Yəmaninin xurucundan danışır ki, biz də əslində deyirik ki, bəli, dində Yəmani var və hər bir kəs Yəmanini izləməlidir, Yəmaniyə beyyət eləməlidir. Bu Əhl-i Beyt əleyhissalamın göstərişidir, insanların boynuna qoyduğu bir haqdır və əslində Elvin Əzimovun da oxuduğu hədislər bizim dediklərimizi təczib eləmir. Əksinə, bizim dediklərimizi gücləndirir. Sadəcə Elvin Əzimov hədislərdən əlavə öz şəxsi düşüncələrini, öz şəxsi fikirlərini ortaya qoyur ki, onunla insanları haqdan uzaqlaşdırmaq istəyir. Bəli, eynən. Və gördüyümüz kimi də oxuduğu hədislərin içərisində hələ ki bizə zid, bizim yəni əqidəmizə, bizim Yəmani haqqındakı mövqeyimizə zid hələ bir şey gətirməyib. Gətirdikləri bizim də zaten qəbul etdiyimiz Yəmaninin mövcudluğudur. Üstəlik tərcümələrdə özü səhvlərə və xətalara yol verir ki, biz də bunu sizə əyani şəkildə göstəririk ki, özünüz də şahid olasınız. Hələ videonun davamında daha çox səhvlər olacaq. İnşallah ona da birlikdə nəzər salaq. Davam eləyək hazırda. Bu hədislərimiz var, Səhih Buxaridə də bu hədis gəlib. Mən icazənizlə bu hədisi oxuyum qalmasın, çünki hədis bəhsimiz bitsin. Növbəti dəfə isə Allahın izni ilə o xüsusiyyətlərə işarə eləyərək ki, bu şəxsin xüsusiyyətləri nədir? Əhməd İsmailə tətbiq olunur, yoxsa Əhməd İsmail kimdir? Çox eşidəcəyik bu adı, həmən şəxs ki, özünü ilk dəfə Yəmani adlandırdı, daha sonra İmam Zamanın səfiri adlandırdı, daha sonra İmam Zamanın oğlu adlandırdı. Deməli, mən bu hədisi oxuyuram, bununla bəhsimiz bitir. Buxaridədir bu, 4-cü cild səhifə 484. Deyir ki, la təqumus saatu, qiyamət bərpa olmayacaq, hətta yaxruc, çıxana qədər kim? Rəculun, bir kişi min qəhtanə. Qəhtan elə həmən Yəməndir. Qəhtaniyyun deyirlər, bəzən Yəmənli, bəzən də Yəmani deyirlər. Ki, yəsuqun nasa bi asah. Əsası ilə insanları eləyəcək, sövq eləyəcək, dinə, İslam'a sövq eləyəcək. Bu, mötəbər kitablarda var ki, bir nəfər şəxs gələcək, İmam Zaman zuhur etməzdən qabaq, məsələn, Səhih Buxaridə gəlib, qiyamət bərpa olmazdan qabaq və bu şəxs insanları hidayət eləyəcək, insanları doğru yola dəvət eləyəcək, haqqa dəvət eləyəcək. Bayrağı da haqq olacaq, inşallah işarə eləyəcək. İndi bəzi alimlər, bəzi insanlar indi alim olub, istərində alim olub, özlərini nə adlandırıblar? Yəmani adlandırıblar. Əhməd İsmail də 2002-ci ildə gəldi, özünü Yəmani adlandırdı. Sonra hansı işlər gördü? İnşallah gələcək verilişlərimizdə işarə edəcəyik. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.
Belə. Bəli. Nicat qardaş, biz sizinlə və izləyicilərimizlə birlikdə videonun davamını da izlədik və baxdıq gördük ki, yenə də Elvin Əzimov burada bir Səhih Buxaridən bir hədis qeyd edir. Hədisi yenə də oxuyur və hədisi tərcümə edəndə yenə də insanları aldadaraq öz nəzərində, öz nəfsində, öz düşüncəsində tutduğu fikrə dəstək olaraq o formada tərcümə edir. Hədis təbii ki, bəli, Səhih Buxaridə gəlir və hədisi, yəni biz də oxuyacağıq. Bunu da qeyd edək ki, 3517 nömrəli hədisdir Səhih Buxaridə və hədis belə qeyd olunub ərəbcəsi. La taqumus saatu hatta yaxruca raculun min qəhdan. Yasuqunən nasa bi asahu. Bəli, hədisdə qeyd olunur ki, saat, yəni qiyamətə belə deyək, işarə olunan o saat gəlməyəcək ta ki qəhdandan bir şəxs, bir adam çıxana qədər. O şəxs insanların üzərində öz əsası ilə hakimiyyət edəcək və ya belə deyək, insanları sövq edəcək. Amma Elvin Əzimov hədisi tərcümə edir ki, həmin o şəxs, qəhdandan çıxan şəxs elə yəmanidir. Üstəlik də deyir ki, o insanlara hara sövq edir əsası ilə İslama, dinə sövq edir. Halbuki biz baxıb görürük ki, ümumiyyətlə hədisin ərəbində nə İslam kəlməsi yoxdur, nə də din kəlməsi yoxdur. Zaten din və İslam kəlməsi ərəb sözüdür. Əgər hədisdə olmuş olsaydı, biz onu oxuyanda və yaxud özü də oxuyanda bu avtomatik olaraq insanlar tərəfindən eşidilə bilərdi. Hətta özü hədisi ərəbcə oxuyur və tərcümə eləyir. Bəli. Ərəbcə doğru şəkildə oxuyur. Sadəcə tərcüməni səhv şəkildə eləyir. Eynən. Və bizi izləyənlər, insanlar özləri belə deyim, həmin kəsin videosunu izləyə bilərlər. Orada bir-bir diqqətlə qulaq asa bilərlər ki, orada İslam kəlməsi keçir, yoxsa keçmir. Yəni 3-cü hədis oxuyur ki, 3-cü hədisi də səhv oxuyur. Və bu hədislərin hamısını bilərəkdən səhv oxuyur. Bəli. Niyə görə? Çünki hədisdə sizin oxuduğunuz kimi hədis bu cürdür ki, deyir qiyamət, yəni həmin o saat gəlməyəcək ta ki qəhdandan bir adam çıxana qədər. O insanların üzərində öz əsası ilə hakimiyyət edəcək. Bəli. Bu hədisin mətnindən qəhdandan çıxan bir kəsin yaxşı və ya pis olduğu bəlli olmur. Yəni hədis bizə bəlli eləmir ki, həmin bu qəhdandan çıxacaq olan şəxs yaxşı bir insandır, yoxsa pis bir insandır. Hədisin mətninə baxanda bu bizə aydın olmur. Ona görə də Elvin Əzimov həmin kəsin yaxşı bir insan olduğunu və əslində həmin kəsin yəmani olduğunu ortaya qoymaq istəyir. Ona görə də deyir ki, o insanları öz əsası ilə İslama sövq eləyəcək. Yəni həmin insan yaxşı bir insandır və o qəhdandan, yəni Yəməndən çıxacaq və elə o yəmanidir. Əhl-i Beyt əleyhissalamın hədislərində zikr edilən yəmanidir və o da Yəməndən çıxır. Həmin bundan öncəki hədislərdə əslində onun Yəməndən çıxmasına dəlil gətirə bilmir. Yenə də öz düşüncələrin qoyur, öz səhvlərin, belə deyim, öz tərcümələrin, səhv tərcümələrini ortaya qoyaraq həmin kəsin Yəməndən çıxmağına dolayı yolundan işarə eləmək istəyir. Ancaq insanlara çatdırır ki, sanki bu hədisin tərkib hissəsidir. Burada da həmin xətanı eləyir. İnsanlara bildirmək istəyir ki, həmin o qəhdandan çıxan kəs yəmanidir və insanları İslama sövq eləyəcək. Bəli. Ancaq sizin də oxuduğunuz kimi hədisdə həmin o qəhdandan çıxan kəsin yaxşı və ya pis olması bəlli deyil. Eynən. Və biz gələk nə edək? Biz hazırda başqa bir hədislərə baxaq ki, görək bu qəhdandan çıxan kəs yaxşı bir insandırmı, yoxsa fitnəkar bir insandırmı? Eynən. Biz bunu başqa hədislərə müraciət elədikdə bu məsələ bizim üçün aydın olur. Bəli. Xüsusilə də Müxtəsər Kifayət Mühtədil Mərifət Əl-Məhdi kitabı, cild 1, səhifə 209, hədis 39. Bəli. Həmin hədisdə bu cür keçir. Əbu Abdillah buyurdu, Süfyani, Dəccal və digər fitnə sahiblərinin şərrindən Allaha sığının. Ondan bu barədə soruşdular. Ey Allah Rəsulunun övladı, Dəccal barədə artıq məlumatımız var və hədislərinizdə onun xüsusiyyətləri açıqlanıb. Bəs Süfyani və digər fitnə sahibləri kimdir və nə edəcəklər? Diqqət eləyin,
bəs Süfyani və digər fitnə sahibləri kimdir və nə edəcəklər? Digər fitnə sahiblərini soruşurlar. Əbu Abdillah əleyhissalam buyurdu: onlardan ilk çıxanın adı Əshab ibn Qeysdir. O Cəzirə bölgəsindən çıxacaq. İnsanların üzərində böyük zülm və qəddarlıq edəcək. Daha sonra Zürhəmi Şam bölgəsindən çıxacaq və Qəhdani Yəmən bölgəsindən çıxacaq. Hər birinin öz hakimiyyətində böyük nüfuzu olacaq və onların ərazisində zülm və fitnə hakim olacaq. Diqqət eləyin. Əbu Abdillah əleyhissalam digər fitnə sahiblərindən danışarkən deyir ki, Qəhdani Yəmən bölgəsindən çıxacaq. Və ona görə də Səhih Buxaridə oxuduğu ki, hədis ki var, deyir Qəhdani çıxacaq. Həmin o Qəhdani ilə bu kəsdir ki, Əbu Abdillah əleyhissalam həmin kəsin fitnəkar olduğunu, belə deyim, insanlara bildirir. Ancaq bu hədisin özündə də zaten bu cür keçir ki, o insanların üzərində hakimiyyət edəcək. Bəli. Həmin digər hədisdə Əbu Abdillah əleyhissalam deyir ki, o zülmkar bir olacaq və zülmlə insanların üzərində hakimiyyət edəcək. Lakin Elvin Əzimov həmin bu Səhih Buxaridə keçən kəsi yaxşı formada insanlara tanıtmaq üçün deyir ki, İslama sövq eləyəcək. Baxın, bilə-bilə yenə İslam kəlməsini hədisin tərkib hissəsinə əlavə eləyir. Və bunu bilərəkdən eləyir ki, həmin bu Qəhdanini yaxşı obraz kimi təqdim eləsin və onun Yəmani olduğunu insanlara çatdırsın ki, baxın, Yəmani budur. Və o Yəmən ərazisindən çıxmalıdır, Yəmən ölkəsindən çıxmalıdır və Əhməd Əl-Həsən əleyhissalam belə deyim, Yəmən ölkəsindən çıxmayıb deyə Yəmani ola bilməz. Bəli. Baxın, əslində bu adamın bilərəkdən hədisləri səhv tərcümə eləməsi, təhrif eləməsi, bax bu fikrini gücləndirmək üçün istifadə elədiyi bir metoddur ki, biz həmin metodu belə deyim, nə qədər puç olduğunu, nə qədər xətalı olduğunu insanlara təqdim elədi. Və əslində o adam özü öz dili ilə özünü ifşa eləyir. Çünki onun özünün belə deyim, oxuduğu şeyləri insanlar diqqətlə qulaq assalar, tərcümə eləsələr və ya qeyd elədiyi kitabları gedib özləri açıb oxusalar görəcəklər ki, onun oxuduğu formada deyil hədislər. Hədislər məhz bizim oxuduğumuz formadadır və həmin o Qəhdani ki, o Yəmaniyə işarə eləyir. Əbu Abdillah əleyhissalam buyurur ki, həmin kəs əslində çox fitnəkar biridir. Eynən, bəlidir. Yəni, qısacası, hədislər bizə göstərir ki, Yəməndən çıxan o kəs, o Qəhdani fitnəkar biri olacaq, Əli əleyhissalamı sevməyən biri olacaq. Həmin o Elvin Əzimovun Yəmənə bağladığı kəs budur. Ki, o zülmkar biridir, fitnəkar biridir, insanlara zülm eləyəcək, insanlar üzərində zülmlə hakimiyyət eləyəcək. Gəlin, baxaq görək ki, bəs Əhl-i Beyt əleyhissalamın Yəmani haqqında dediyi nədir? İnşallah, Əhl-i Beyt əleyhissalamın Yəmani haqqında dediyi hədisi Qeybət-i Numanidən oxuyun və insanlara biz çatdıraq ki, əslində həmin o Yəməndən çıxan kəs necə bir kəsdir? Hədislərdə Əhl-i Beyt əleyhissalam özü deyir. Ancaq Əhl-i Beytin tərif elədiyi Yəmani necə bir kəsdir? Bəli. Əhl-i Beyt əleyhissalamın Yəmani haqqında olan hədisləri çoxdur və onlardan biri də İmam Baqir əleyhissalamdan gəlir. İmam Baqir əleyhissalam belə buyurdu: bayraqlar içində Yəmaninin bayrağından daha hidayət edici bir bayraq yoxdur. O, hidayət bayrağıdır. Çünki o sizi sahibinizə tərəf çağırır. Yəmani xuruc etdiyi zaman cəmaata və hər bir müsəlmana silah satmağı qadağan edəcək. Yəmani xuruc etdiyi zaman ona qoşul. Çünki onun bayrağı hidayət bayrağıdır. Heç bir müsəlmana ondan üz çevirməsi halal deyildir. Kim belə edərsə, cəhənnəm əhlidir. Çünki o, haqqa və doğru yola çağırır. Hədisin mənbəsi Qeybət-i Numanidə 14-cü babda 13 nömrəli hədis olaraq qeyd olunub. Həqiqətən də İmam Baqir əleyhissalamdan gələn bu və bunun kimi digər hədislər Yəmaninin niyə məhz Yəmani adlandırılması, niyə haqq bir şəxs olmasını bizə çox gözəl bir şəkildə açıqlayır. Əhsən Məmməd ağa qardaşım. Dediyiniz kimi bu hədisə biz nəzər saldıqda görürük ki, əslində Yəmani belə deyim,
haqq bayrağıdır, haqq bayrağını daşıyan kəsdir və buyrulur ki, onu izləyin, ona beyət eləyin. Əgər onu qəbul eləməsəniz, ona itaat eləməsəniz, cəhənnəm əhli olasınız. Bəli. Və deyir, o doğru yola, sırat-ül müstəqimə tərəf insanları çağırandır, insanları həmin o istiqamətə hidayət eləyən kəsdir. Bax, əslində Əhl-i-Beyt əleyhissalam Yəmanini bu cür tərif eləyib. Ancaq Elvin Əzimovun gətirdiyi hədislərsə, hədislərdə ki, o Yəməndən çıxan birinə bağlamaq istəyir məsələni, həmin kəs fitnəkardır. Bəli. Həmin kəs zalimdir, zülmkardır. Lakin Yəmaninin özü İmam Mehdi əleyhissalamın 12-ci imamın sağ əlidir və o hədislərdə təriflənmiş bir kəsdir. Yəni belə deyim mənim qardaşım. Elvin Əzimovu biz dinlədikdə birinci hədisi ki dedi, o ümumiyyətlə zuhurla bağlı deyildi. O qiyamdan öncə olan əlamətlər idi ki, orada Yəmanidən danışır. Biz də həmin Yəmanini qəbul edirik. O hədisdə bizim dediyimizi təczib eləyən nəsə yoxdur. Eynən. Bu bir. İkinci, Kəmalüddin'dən hədis ki gətirdi. Həmin o hədisdə də bizi təczib eləyən heç bir fikir yoxdur. Orada da deyir, Yaxrucul Yəmani, ancaq Elvin Əzimov onu Yəməndən çıxan biri kimi tərcümə eləyir. Hətta özü öz dili ilə ərəbcə deyir, Yaxrucul Yəmani, dalı ilə arxasıca deyir ki, Yəməndən çıxan Yəmani. Bəli. Yəni ikinci hədisdə də özü səhv tərcümə eləyir. Bəli, hədisin isə bizlə heç bir ziddiyyəti yoxdur. Həmin hədis, hətta bu iki hədis bizim dediyimiz fikirləri gücləndirən belə deyim, hədislərdir ki, əslində bizim dediyimizi daha da möhkəmləndirir ki, Yəmani nə qədər əhəmiyyətli bir məsələdir. Bəli, üçüncü keçir Səhih Buxaridən bir hədis oxuyur ki, yəni belə deyir, qiyamət gəlməz ta ki, o vaxta kimi ki, Qəhtani deyə bir kəs çıxacaq və deyir, o insanlar üzərində öz əsası ilə hakimiyyət edəcək. İnsanlara sövq edəcək. Bəli. O da onu insanları, əslində orada insanlar üzərində hakimiyyət edəcək mənasında işlənir. Güc sahibi olacaq, belə deyim. Bəli. Ancaq Elvin Əzimov onu bilərəkdən deyir ki, insanları, belə deyim, İslama doğru çağıracaq, İslama çağıracaq, dinə çağıracaq. Bununla da demək istəyir ki, həmin o Qəhtani, Yəməndən çıxan kəs əslində haqq sahibidir və Yəmanidir. Halbuki hədisdə belə bir şey yoxdur. Biz onun arxasıca digər hədis oxuduq ki, Əbu Abdullah əleyhissalam buyurur ki, əslində Qəhtani fitnəkar biridir. Və ondan sonra İmam Baqir əleyhissalamdan başqa bir hədis oxuduq ki, Yəmani əslində hansı xüsusiyyətlərə malikdir. Yəni bu adam ki, bizə belə deyim, bu dəlilləri ki qoyur, bu üç dəlil belə deyək də oxudu. Bunların hər birini yanlış oxudu, təhrifə yol verdi və insanları aldatmağa çalışdı. Və hətta ondan əvvəl 6 dəqiqə ki danışdı, mən istəyərdim ki, həmin nöqtələrə də toxunum. Çünki həmin o 6 dəqiqə ərzində bu adam yanlış danışdı, yalan danışdı. Bizim adımızdan yalanlar belə deyim, icad elədi. Sanki biz bunun dediyi formada inanırıq və bunu insanlara çatdırmaq istəyir. Ümumiyyətlə nəysə belə deyim, insanlar əsasən bax bunu Rabbinlər də, Yahudi alimləri, Xristiyan alimləri, bugün İslam əməlsiz alimlər də bunu eləyirlər ki, ictihad eləyirlər. Öz düşüncələrini, öz fikirlərini sanki doğruymuş kimi özlərinə inandırırlar və insanlara bu məsələləri belə deyim, aşılayırlar və onlara bu formada təbliğ eləyirlər. Və Elvin Əzimovun da əslində elədiyi bu məsələ elə bu cürdür. Dediyim kimi, həmin o 6 dəqiqə ərzində bu cür danışır ki, orada deyir ki, biz yuxunu hüccət bilirik, sonra deyir 12-ci imam dünyasını dəyişib bizim nəzərimizdə, başqa bir yerdə deyir ki, Əba Sadiq Abdullah Haşim əleyhissalama soruşanda ki, sən niyə Mehdisən, deyir ki, mənə yuxularda görüblər, məni istixarələrlə dəstəklənmişəm, buna görə Mehdiyəm. Dəlili budurmuş kimi təqdim eləməyə çalışır. Başqa yerdə deyir ki, elə bu videosunda da, 2002-ci ildə deyir Əhməd Əl-Həsən əleyhissalam
təbliğinə başlayıb ümumiyyətlə bizim yanlış. Mərkəzimizin Nəcəfdə olması kimi Əhsən. bir çox belə deyək də bilinir ki, məlumatsızdır, bilinir ki, heç bizi araşdırmır. Əhsən. Bilinir ki, ümumiyyətlə əhsən, məsələ budur. Mən ona görə buradan elə əslində bildirmək istəyirəm ki, həmin kəs əgər bizim haqqımızda nəsə məlumat əldə etmək istəyirsə, bunu bizdən öyrənsin. Və ya bizim rəsmi saytımız var, oradan öyrənə bilər. Və ya bizim kitabımız var ki, həmin bu kitabı oxuyub, oradan bizim haqqımızda məlumatları öyrənə bilər. Həqiqətən. Yoxsa yanlış iddialar eləyir, araşdırmadan bizim haqqımızda danışır. Bu siz nəyə bənzəyir? Bu ona bənzəyir ki, sanki onu öyrədiblər, heç özü də araşdırmayıb. Onun əlinə bir konspekt veriblər ki, çıx bunları oxu, bunlar buna inanırlar. Bəli. Halbuki başdan axıra yanlış belə deyim, iddialar eləyir. Və mən onun videolarından birini də izlədim. Bir nəfəri çağırır ki, sabahları gəl, canlı yayında bizlə debat elə, bu məsələni bizə isbat elə. Biz də onun qoyduğu üsulla həmin o Elvin Əzimova belə deyim, yaxınlaşırıq və deyirik ki, biz sənə bir gün yox, bir həftə vaxt veririk, gəl bizim studiyamıza, biz sənə şərait yaradacağıq, bizlə əlaqə saxla. Bəli. Və o ki iddia eləyirsən ki, biz inanırıq. Elə birinci iddiasından elə başlamaq istəyirəm ki, o ki bir iddia eləyir ki, biz ki inanırıq ki, 12-ci imam dünyasını dəyişib. Bizim əqidənin inancı budur. Gəlsin bunu isbat eləsin, bunu sübut eləsin ki, həqiqətən də biz bu cür inanırıq. Əgər gəlməsə və ya bunu isbat eləyə bilməsə bizim rəsmi saytımızdan, bizim kitabımızdan, deməli o adam yalancıdır. Bu adam özünü öz dili ilə ifşa eləyir. Və biz əslində ona şans veririk ki, o bu məsələdə tövbə eləsin. Çünki məsum bir kəsin Əbu Sadiq Abdullah Haşim əleyhissalamın haqqına girir. Onun adından danışır, onun adından insanlara bilgilər verir. Və bu yaxşı bir şey deyil. Bəli. Əgər həqiqətən bizim haqqımızda məlumat əldə eləmək istəyirsinizsə, gəlin bizim kitabımızı oxuyun, həmin kitabdan faydalanın. Hətta o kitabda əxlaq babı var ki, çox əhəmiyyətli bablardan biridir. Orada yalanın nə qədər mındar bir şey olduğunu İmam əleyhissalam izah eləyir, həmin o bölməni də oxuyub faydalansa, özü üçün çox yaxşı olar. Çünki bizim haqqımızda araşdırmadan dediyim kimi, sanki onu öyrədiblər və əlinə bir konspekt veriblər ki, çıx bunları de, bunlar bu cür inanırlar. O da bilmədən həmin konspekti oxuyur, hədisləri səhv deyir, bizim haqqımızda bilgiləri səhv deyir, əqidəmiz haqqında səhv məlumat verir və insanları aldadır. Və bugün həmin o Elvin Əzimov və onun timsalında olan əməlsiz alimlər başa düşsünlər ki, bütün dünyadakı insanlar artıq nəyin nə olduğunu bilirlər. Xüsusən də Azərbaycan xalqı. Bəli. Azərbaycan xalqı Əhl-i Beyti sevən bir xalqdır. Azərbaycan xalqı ayıq bir xalqdır. Və onlar günü-gündən sizin maskavızın necə cırıldığına şahid olurlar. Bəli. Siz buradan bura bizim haqqımızda yanlış məlumat verirsiniz. Hədisləri yanlış təfsir eləyirsiniz, yanlış tərcümə eləyirsiniz, yanlış çatdırırsınız. Bunlar bir insana yaraşan sifət deyil. Bunun alim olub, qeyri-alim olması ilə əlaqəli bir şey deyil. Bu insanın vicdanı ilə bağlı olan bir məsələdir ki, insan gərək bu məsələdə diqqətli olsun. Və o bizi milçək adlandırır, agent adlandırır və bunlar belə deyim, heç yaxşı bir şeylər deyil. Bu məsələlərdə diqqətli olmağa biz onu çağırırıq ki, bu məsələlərə diqqət eləsin. Bizi agent adlandırır, amma bilmir ki, əslində özüdür Amerikanın agenti olan, əslində özüdür İranın agenti olan, əslində özüdür fitnənin və şeytanın agenti olan. Ona görə Əhl-i Beyt əleyhissalam hədislərdə nə deyir? Deyir ki, İmam Mehdi əleyhissalam gələndə ilk cəbhə, ilk ön cəbhə həmin bu əməlsiz alimlər olacaqlar. Bəli. Və bu əməlsiz alimlər Əhl-i Beyt əleyhissalamın vəd elədiyi Yəmani ilə, Qaim ilə, Mehdi ilə, 12-ci imamla dilləri ilə savaşacaqlar. Bəli. Bu cür əməlsiz alimlər həmişə insanlara zülm eləyiblər. İmam Hüseyin əleyhissalamı yahudilər, xristiyanlar şəhid eləmədilər. İmam Hüseyin əleyhissalamı elə müsəlmanlar, həmin bu əməlsiz alimlərin, bəli, bunun kimi əməlsiz alimlərin, bəli, yəni, Şüreyh Qazinin alimləri idilər, Quran qariləri idilər. Bəli, Şüreyh Qazinin öz belə deyim verdiyi fətvası ilə İmam Hüseyin əleyhissalamı dindən çıxmış adlandırdılar. Bu gün də həmin şey eləyirlər. Əhməd Əl-Həsən əleyhissalama dindən çıxmış damğası vurmağa çalışırlar. Halbuki dindən çıxan özləridirlər.
Halbuki, əgər tarixə diqqət eləsələr, görərlər ki, İbrahim əleyhissalam üçün odu yandıran elə özləri idi. İsa əleyhissalamı çarmığa çəkilən elə həmin o alimlər idilər. Bu əməlsiz alimlər hər zaman, belə deyim, Allahın höccətləri ilə savaşıblar. Ona görə Əhl-i Beyt əleyhissalamın hədislərində belə bir ifadə keçir. Deyir ki, Yezid və əshabı bizim şiələrin canlarını əlindən aldılar. Yəni onları öldürdülər, şəhid elədilər. Deyir ki, ancaq bu əməlsiz alimlər bizim şiələrin həm dünyalarını əlindən aldılar, həm də axirətlərini. Yəni onların səhv istiqamətləndirməklə bu cür elə Elvin Əzimov kimi onların dünya və axirətlərini məhv edirlər. Elvin Əzimovu dinləyən insanlar bu məsələləri heç araşdırmırlar. Mən şərhlərə baxdım, insanların bəzi fikirlərinə baxdım ki, bəzi kiçik bir kütlə Elvin Əzimova deyir, əhsən, doğru danışdın, çox qəşəng dedin. Nə yaxşı dedi? Hədisi təhrif eləməyi mi yaxşı dedi? Hədisi səhv tərcümə eləməyi mi yaxşı dedi? Siz nəyə əhsən dediniz? Nəyə alqış etdiniz? Özünüz bu məsələni heç bilirsinizmi? Əgər sizin vicdanınız varsa, həqiqətən Əhl-i Beyti sevirsinizsə, açın o hədisləri oxuyun və baxın ki, Əhl-i Beyt əleyhissalam nə deyir, Elvin Əzimov nə deyir? Bu məsələdə özünüz, öz ağlınıza, öz belə deyim, öz fikrinizə, öz ağlınıza, öz düşüncənizə etimad eləyin və özünüz müqayisə eləyin ki, bax, Elvin Əzimovun dediyi budur, Əhl-i Beytin dediyi budur. Bunlar arasında nə qədər bənzərlik var. Ona görə Elvin Əzimov ki, zaten yanlış iddialar eləyir. Biz buradan, bax, indi də deyirik, elan eləyirik ki, biz 12-ci imamın dünyadan köçdüyünə etiqad eləmirik. Və biz onun yaşadığını, Əhməd Səlamın yaşadığını deyirik. Amma şəxsə iddia edir ki, güya biz belə inanırıq ki, İmam Zaman əleyhissalam dünyasını dəyişib. Amma halbuki Əbu Sadiq əleyhissalam özü dəfələrlə videolarında, hətta Hikmət sahibinin qayəsi adlı dinimizin kitabında belə İmam Mehdi əleyhissalamın sağ olduğunu, özünün də onun tərəfindən gələn bir vəsi və elçi olduğunu vurğulayıb və deyib ki, o mənimlədir və bir gün aşkara çıxacaq və s. və ilə axır. Amma bugün nədənsə əməlsiz alimlərdən biri, elə Elvin Əzimov deyir ki, güya biz iddia edirik və inanırıq və belə düşünürük ki, İmam Mehdi əleyhissalam nədir, dünyasını dəyişib. Amma belə bir şey yoxdur, bunu sübut edə bilməz. Biz bunun ondan açıqlamasını gözləyirik, dəlilini gözləyirik ki, gətirsin, bizə ispat eləsin ki, biz harada demişik, bax, Məmməd qardaşım, bax, bir şey deyim. Bizim haqqımızda araşdıranlar, istər TikTok sosial şəbəkəsində olsun, istər digər sosial şəbəkələrdə olsun, bilirlər ki, biz əslində ana dəlil olaraq vəsiyyəti dəlil kimi gətiririk. Və bizi, belə deyim, bizlə maraqlananlar bilirlər ki, Əbu Sadiq Abdullah Haşim əleyhissalamın, Əhməd Əl-Həsən əleyhissalamın əsas dəlili vəsiyyət hədisidir. Ancaq bu adam deyir ki, biz soruşsaq ki, Əbu Sadiq Abdullah Haşim əleyhissalamdan ki, sənin dəlilin nədir? Deyəcək ki, mənim dəlilim yuxulardır, istixarədir. Bu böhtandır, bu şərdir, bu yalandır. Və biz deyirik ki, əgər belə bir məsələ varsa, sən belə bir şey iddia edirsənsə, gəl bizlə canlı yayında bu məsələni müzakirə elə və isbat elə. İsbat eləyə bilməsən də özün öz yalançılığını ortaya qoyursan, eybi yoxdur, burada da bir şey olmaz, sadəcə bu məsələdə düzəliş eləyərsən, Allah qatında tövbə eləyərsən və insanlara da demək istəyirik ki, bu məsələdə diqqətli olsunlar. Çünki əgər diqqətli olmasalar, Qurani Kərimdə Əhzab surəsi 67-də belə bir ayə var ki, insanlar deyəcəklər ki, biz öz ağalarımıza və başçılarımıza itaət etdik, onlarsa bizi azdırdılar. Yəni, bugün özləri bu məsələni araşdırmasalar, sadəcə qulaqdan eşitməklə, bu cür saray mollalarının sözlərinə etimad etməklə nəyəsə etiqad eləyəcəklərsə, sabah cəhənnəmdə həmin bu Quranda buyurulan, ayədə buyurulan kimi deyəcəklər ki, biz öz ağalarımıza və başçılarımıza itaət etdik. Ancaq ağaları neynədi, başçıları neynədi, onları azdırdı. Ona görə bu məsələdə diqqətli olsalar, yaxşı olar. Çünki Əhl-i Beyt əleyhissalam bu alimləri göy qübbənin altında olan ən şərli məxluqlar kimi tanıdıb. Diqqət edin, nə qatilləri, nə cinayətkarları, nə zinakarları, nə başqalarını deyil.
Bəli. Ən şərli məxluq kimi həmin bu əməlsiz alimləri tanıdıb. Muhammed Peyğəmbər sallallahu aleyhi və aleyh deyib ki, axirət zamanda yaşayan bu əməlsiz alimlər göy qübbənin altında olan ən şərli məxluqlardır. Bəli. Və bu gün onlar özləri də bilirlər ki, artıq onların maskaları cırılır, onlar insanların gözündə öz etimadlarını itirirlər. Çünki həmin kəsin özü deyir ki, Azərbaycanda bu din, düzdür o bu din demir, yəni bu cərəyan deyir, halbuki bu əslində bir dindir, sürətlə deyir yayılır. Bəli. Diqqət eləyin. Niyə görə sürətlə yayılır? Çünki dediyim kimi Azərbaycan xalqı Əhl-i-Beyti sevən bir xalqdır. Azərbaycan xalqı savadlı bir xalqdır, ağıllı bir xalqdır. Onlar nəyin doğru, nəyin yanlış olduğunu müəyyən eləyə bilirlər. Bəli. Və bir şey də deyim ki, Əhl-i-Beyt əleyhissalam zaten deyib ki, onlar öz ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Halbuki bunu bacarmayacaqlar. Allah öz nurunu tamamlayacaq. Eynən. Ona görə bu əməlsiz alimlər nə qədər ki vaxt var, nə qədər ki onlar belə deyim, Allahın əzabına düçar olmayıblar, cəhənnəm oduna düşməyiblər, tövbə eləsinlər. Çünki Əhl-i-Beyt əleyhissalam deyir ki, onların zaten sonu yoxdur, onlar məğlub olacaqlar. Onlar İmam Mehdi əleyhissalamla İmam Mehdi əleyhissalamın qarşısında qalib gələ bilməyəcəklər. İmam Mehdi əleyhissalam onları məhv eləyəcək. Və budur. Biz artıq İmam Mehdi əleyhissalamın əshabı olaraq imamın elmi ilə onları məhv edirik. O adamın danışdığı hər bir şeyin puç olduğunu insanlara çatdırırıq və həmin kəsin özünə də çatdırırıq. Və biz deyirik ki, əgər cəsarətin varsa, sən ki o üslubdan istifadə eləyirsən, deyirsən ki, bir gün vaxt veririk, gəl bizim studiyamızda başqa bir müxalif olan birinə deyir ki, düzdür biz həmin insanla eyni düşüncədə deyilik, sadəcə həmin insana deyir ki, gəl belə deyim, canlı yayında bu məsələni bizə isbat elə. Biz də həmin onun öz qoyduğu üslubu, metodu o ki, həmin o üslubu doğru sayır, həmin üslubu ki, doğru bilir, biz də həmin metodla, onun qoyduğu metodla ona yaxınlaşırıq ki, gəl bizim studiyamıza, istədiyin qədər sənə vaxt verək, həmin o müddət ərzində bizə isbat elə ki, biz həqiqətən də bu cür inanırıq. Və bu isbatı əvvəlki videosunda belə deyim, əvvəlki videonda etdiyin kimi əsassız şəkildə belə eşitmişəm, nə bilim belə deyirlər, bu cürdür, bu cür inanırlar, bu formada olmur. Bizim nə dediyimiz bizim kitabımızda yazılıb, bizim rəsmi saytımız var, orada qeyd edilibdir. Dünyanın müxtəlif yerində insanlar olar ki, deyər ki, mən bu cür inanıram. Bu dəlil deyil. Bir insanın hansı formada inanması dəlil deyil. Sən bizim canlı yayınlarımızdan rəsmi TikTok səhifəmiz olsun və yaxud da ki, rəsmi web saytımız olsun və ən əsası kitabımız var bizim. Həmin bu kitabdan gəl göstər ki, həqiqətən biz inanırıq ki, 12-ci imam dünyasını dəyişib. Əgər bunu isbat eləyə bilməsən, deməli sən yalan danışmısan. Bu qədər sadədir. Heç məncə uzatmağa da ehtiyac yoxdur. Həmin kəsi çağırırıq. Həmin kəs bir gün vaxt vermişdi qarşı tərəfə, biz bir həftə vaxt veririk ki, çünki əslində bir gün özü belə deyim, gülünç bir vaxtdır ki, o videonu izləmək var, onun qarşısına çıxmağı var, gəlməsi var. Biz ona görə ona bir həftə vaxt veririk ki, gəlsin, bir həftə sonra bizlə əlaqə saxlasın, bizim telefon nömrələrimiz də qeyd edilir. Bu videonun altında da telefon nömrəmizi və e-mail adresimizi qeyd eləyəcəyik. Həmin e-mail adresi ilə əlaqə saxlasın və ya telefon nömrəsi ilə əlaqə saxlasın və vaxtı müəyyən eləyək, gəlsin, bizlə bu məsələni danışsın. Əgər isbat eləyə bilməsə də, ən azından mən ona məsləhət görərdim ki, tövbə eləsin. Çünki elədiyi yaxşı bir şey deyil, yanlışdır. Belə, Məmməd ağa qardaşım, sizə də təşəkkür edirəm. Çox yaxşı bir veriliş oldu, çox əhəmiyyətli bir veriliş oldu. Belə deyim, insanlara nəyin nə olduğunu biz bu gün çatdırdıq və insanlara buradan bir mesaj veririk ki, özünüz araşdırın. Əməlsiz alimlərin sözləri ilə kifayətlənməyin. Əgər onlar sizə bir hədis deyirlərsə, həmin hədisin kitabdan tapmağa çalışın. Özünüz oxumağa çalışın. Bu günləri texnologiya olduqca inkişaf eləyibdir. Süni intellektdən istifadə eləyərək tərcümə eləyə bilərsiniz, görə bilərsiniz ki, hansı formadadır hədisin ərəb dilindən Azərbaycan dilinə tərcüməsi və yaxud ərəb dili bilən tanışlarınız varsa, onlara müraciət eləyə bilərsiniz ki, onlar hədisləri sizə tərcümə eləsinlər. Ona görə belə deyim,
ümid eləyirəm ki, siz də haqqı araşdıracaqsınız, tapacaqsınız və İmam Sadiq əleyhissalamın dediyi kimi, İmam Sadiq əleyhissalam deyir ki, biz və şiələrimiz dəlil əshabıyıq, dəlil əhliyik. Ona görə dəlillərlə belə deyim, məsələni araşdırın. İndi isə Allah amanında qalın. Allahümme salli ala Muhammed ve ali Muhammed aleyhimme vel muhdiyin ve sellem teslima. ومن شاء منكم أن يكفر فليكفر وليظلم بعد وليتنجس بعد. تابعوا علماءكم غير العاملين. اجمعوا الحطب وأججوا نارا لإبراهيم